Salamlar hər birinizə. Bu gün fırlanma cisimlərin sonuncu bölməsinin qalan suallarını izah edəcəyik. Deməli, 28-ci sualda baxaq. Deyir, içərisində su olan silindr formalı qabda metal kürə tamamilə batılmışdır. Kürəni çıxardıqdan sonra suyun səviyyəsi 1 cm enmişdir. Silindrin oturacağın radiusu 6 olarsa, kürənin radiusu neçə santimetrdir? Yadınızda qalsın ki, burada cisim daxil eləyəndə suyun səviyyəsi nə qədər qalxırsa və yaxud da çıxarandan sonra nə qədər enirsə, həmin o çıxartdığında suyun səviyyəsi enməyi ilə salanda o suyun səviyyəsi qalxmağı kürəyə görə olur. Yəni ki, orada kürə həcmi artırmış olacaq. Ona görə də belə düşünsək ki, silindrin oturacağın radiusu 6 deyil. İndi burada 1 cm qalxıb da silindrin həcmli üstü nədir? V bərabərdir pi r kvadratı h-dır. H-ımızı 1 götürürük. Yəni 1 qalxıb da o silindirdə. Sonradan 1-də enib. Deməli, qoyuruq yerinə pi vurulsun 6-nın kvadratı vurulsun 1. Bu olacaq həmin o kürənin həcmi. 3/4 pi r kubu. İndi pi'ləri ixtisar aparaq. Bu eləyəcək 36. Bunun yerinə yazaq 36. İxtisar aparsa bura 9 olacaq. Çarpı şəkildə buna vuranda r kubu bərabər olacaq 27-yə. R bərabər olacaq 3-ə. Bizdən də kürənin radiusunu istəyirdi, olacaq 3. Yəni yadınızda o qalsın ki, yəni əgər kürə daxil edirsə silindrə, nə qədər su qalxırsa və yaxud da çıxarandan sonra enirsə, həmin o elə onun həcmidir. 29-cu suala eyni qayda iləndir. 30-cu suala baxaq. Ox kəsiyi bərabər tərəfli üçbucaq olan konusun konus çəkək. Deməli, ox kəsiyimiz budur. Ox kəsiyi bərabər tərəfli üçbucaq deyəndə bilirik ki, bura r-dir və bura 2r olur. Və bərabər tərəfli üçbucağımızın da bütün tərəflər bir-birinə bərabərdir. Radiusu 3-dürsə olacaq 6. Deməli, konusun daxilinə radiusu 3 olan kürə çəkilib. Üzürsən uşaqlar. 2r, 2r və 2r. Deməli, kürəni də çəkək. Aha. Deməli, radiusu 3-dür. Radiusumuz 3-dür. Yəni, düşünək ki, bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın daxilinə çevrə çəkmişik. Çünki, yəni, bu o formada olur da. Aha. Bərabər tərəfli üçbucağın radiusu nəyə bərabərdir? A bərabərdir, r bərabərdir a kökdə 3 bölünsün 6-dır. Bu da bərabərdir 3-ə. A kökdə 3 buradan bərabər olur 18-ə. A-nı da tapanda 18-i kökdə 3-ə bölürük. İrrasionallıqdan azad ediləsi olur 6 kökdə 3. Deməli, bizim tərəfimiz, bura tərəfdə axı, bura olur 6 kökdə 3. Yəni 2r-imiz bərabər olur 6 kökdə 3-ə. Bunu böyüyərlə işarə eləyə bunları. Digərlərindən qarışmasın. R də bərabər olur 3 kökdə 3-ə. Deyək, konusun həcmini tapın. Konusun həcm düsturu. Deməli, V bərabərdir 3/1 pi r kvadratı h-dır. Biz r-i tapdıq. İndi h-ı necə tapacaq? Bərabər tərəfli üçbucaqda h-ın düsturu nədir? Bu bizim 2r-imiz nədir? A-mızdır. H-ı necə tapırıq? A kökdə 3 bölü 2. Yəni 6 kökdə 3 vur kökdə 3 bölü 2. Bu da eləyir neçə? Bu da eləyir 3, bu da 3. Neçə eləyir? 9. H-ımız olur 9. Yazırıq. 3/1 P-nin yerinə 3 yazırıq. R-imiz bizim neçə idi? 3 kökdə 3 idi. Yəni kök altında 27 idi. Kvadratı eləyəcək 27. H-ımız da oldu 9. İxtisarımızı aparırıq. Olur 27 vurulsun 9. Bu da olacaq 243. 31-ci suala baxaq.
Deyir, kürə daxilində seçilmiş konusun, kürə çəkək. Aha. Kürə daxilində çəkilmiş konusun, konusu da çəkək. Deməli. Aha. Kürə daxilində çəkilmiş konusun doğranı onun oturacağının diametrinə bərabərdir. Oturacağının diametri 2 yerdir. Bunu ümumi birləşdirək. Oturacağının diametri r. Doğran da ki, buradır. Bura olur 2r. Deyir, konusun tam səthinin sahəsi s tam bərabərdir. S yan üstəgəl s oturacaq. S yan pi r, elimiz nə oldu? 2r. Üstəgəlsin s oturacaq da pi r kvadrat. Bu olur nə? 2 pi r kvadrat. Üstəgəl pi r kvadrat. Oldu neçə dənə? 3 pi r kvadratına. Deyir ki, konusun tam səthinin sahəsinin kürənin səthinin sahəsinə nisbətinin 16 mislini tapın. Kürənin səthinin sahəsi. Kürənin səthinin sahəsini tapmaqdan ötürü belə düşünək ki, deməli, çevrədir. Çevrənin daxilinə üçbucaq çəkib. Və bizdən də xaricinə çəkilmiş, yəni üçbucağın xaricinə çəkilmiş və yaxud da çevrənin daxilinə çəkilmiş üçbucaqda həmin o eri istəyir bizə, çevrənin radiusun. Deməli, burada da bərabər tərəflidir. Bərabər tərəfli üçbucaqda erimiz nəyə bərabər idi? A kökdə 3 böl 3'dür. Bizim A'mız 2R'dir. Olur 2R kökdə 3 böl 3. Bu olur bizim R çevrə yazacaq da bu. Aha. Konusun deməli, radius, konus deyirəm. Kürənin radiusu olur 2R kökdə 3 böl 3. Bizdə deyir ki, deməli, kürənin səthinin sahəsi. Kürənin səthi 4 pi r kvadrat. İndi bunun kvadrata yüksəlir. Kvadrata yüksələn 4 r kvadratı vurulsun kökdə 3'ün kvadratı 3. Bu deyilir 9. Olur 16 pi r kvadratı. Bu 3'ləri də ixtisar aparsın. Bölünsün 3. Sadələşdirək. Bizə nə edir? Konusun tam səthinin sahəsi. Konusun tam səthinin sahəsi 3 pi r kvadratı. 3 pi r kvadratı. Böləndə bu tərsinə çevriləcək. Olacaq 16 pi r kvadratında 3. Deyir 16 mislini tapın. Vur 16. 16'lar ixtisar gedir. Pi r kvadratlar ixtisar gedir. 3'lər də bir-birinə vurulur. Olur 9. Sonra 32-ci suala baxaq. Ox kəsik kvadrat olan silindrin. Deməli, silindr çəkək. Deməli. Ox kəsiyi kvadrat deyəndə bilirik ki, oturacağı burada neçə olur? 2R olur da, 2R. Hündürlüyü də 2R olmalıdır. Yəni, ox kəsiyi kvadratdır. Deyir, silindrin daxilinə səthinin sahəsi 20 olan sfera çəkilib. Deməli, sfera çəkilib. Baxın, bu formada sfera çəkilib və səthinin sahəsi 20 olan. Yazırıq onda. 4 pi r kvadratı, səthinin sahəsi belə olur da. 4 pi r kvadrat bərabərdir 20-yə, pi r kvadrat bərabərdir 5-ə. Deməli,
Silindrin yan səthinin sahəsini tapın. Silindrin yan səthinin sahəsi S-yan bərabər 2pi r h. H-ın yerinə 2r yazıram. Olur 2pi r vur 2r. Olur nə? 4pi r kvadratı. Burada da ki, bunun elə radiusu nə olacaq? Həmin oturacağın radiusu olacaq. Ona görə də elə 4pi r kvadratı nə idi? 20 idisə, bu da olacaq nə? 20. Heç pi r kvadratı tapmaya ehtiyac yoxdur. Sonra 33. Yan səthinin sahəsi 25 olan bərabər tərəfli silindrin saxına seçilmiş sferin səthinin sahəsi. Bu da eyni şeydir. 25 olacaq yəni ki. Hündürlüyü 6 olan silindrin daxilinə onunla eyni oturacaq hündürlüyə malik konus seçilmişdir. Aha. Silindr çəkək. Deməli, deyir ki, hündürlüyü 6 olan silindrin daxilinə onunla eyni oturacaq və hündürlüyə malik konus çəkilib. Aha, buradan konusunu da çəkək biz. Konusun doğranı 10 olarsa, konusun doğranı 10'dur, hündürlüyü eynidir. Bura 6'dır. Pifaqor terimi ilə buranı neçə tapırıq? 8. Deməli, erimiz 8'dir. Silindrin yan səthinin sahəsində S yan bərabərdir 2pi, erimiz neçə oldu? 8. H-ımız da 6. Bu da elədir 96 pi. Silindrin yan səthinin sahəsində konusun yan səthinə S yan konus bərabərdir pi r-dir. Pi erimiz oldu 8, elimizdəki 10 oldu 80 pi. İndi bölək. 96 pi bölünsün 80 pi. 8'i apararıq. Burada qalar 12, burada qalar 10. Pi'lər dixsə gedər. 12'ni də ona böləndə olacaq 1,2. 35-ci sual eyni qayda ilandır. 36-cı suala baxaq. Silindrin yan səthinin sahəsi S yan bərabəri 2 pi r h bərabəri 120 pi. 2 pi'yə bölərik. Burada qalar neçə? 60. Deməli, RH-ımız nəyə bərabər oldu? 60'a. Onunla eyni həcmli olan konusun. Deməli, həcm düsturu pi r kvadratı h-dır. Bu olacaq silindrin ki, deməli, onunla eyni həcmli olan konusun oturacağının radiusu. Konusun həcm düsturu nədir? Üstə 1 pi r-imizi neçə verib? 6 verib. Pi r kvadratı, yəni 6'nın kvadratı. Hündürlüyü isə 15 olarsa, onunla eyni həcmli olan konusun oturacağının sayısı. Aha. İndi pi'lərimizi aparırıq buradan. Bunu vururuq 3'ə. Olur 3. Bunu yazıram necə? R, H, vur R. R kvadratı nə deməkdir? 2 dənə R'in hasili deməkdir. Bərabərdir. 36 vurulsun 15. 6'ın kvadratı 36 edir də. RH-ın yerinə 60 yazacağım. Yazacağım 3 vurulsun 60 vur R bərabərdir 36 vurulsun 15. 60 ilə 15'i ixtisar aparıram. Hər iki tərəfə bölürəm. Eləyir 4. 3 4'üm neçə eləyir? 12. Elə də tapanda 36 ilə 12'ye bölürük. Olur 3. Bizdən hündürlüyü istəyir. RH-ımız neçə idi? RH-ımız deməli 60'a bərabər idi. R-imiz 3 isə H-ımız olmalıdır ki 22. Hasil nə olsun? 60 olsun. Bu da olacaq 20. Baxa 37-ci suala. Deyir ki, radiusu olan kürə ilə eyni həcmdə. Kürənin həcm düsturu 3'də 4 pi r kubu. 2'nin kuba yüksəldirir 8. Bunu da kuba yüksəldəndə kökdən çıxır 6 böl pi. İxtisarı aparırıq. Bunu da aparırıq. Burada 2 olur 64. Kürə ilə eyni həcmdə olan kubun tilinin uzunluğu. Kubun həcmi nədir? A kubudur. A da bərabər olur 4'ə. Çünki 4'ün kubu 64'dür. Baxa 38'ə. Silindrin səthinin açışı və konus verilmişdir. Deməli, 25 pi-dirsə, pi r kvadrat bərabər 25 pi-yə, pi-lər ixtisar gedir, r bərabər olur 5'ə. Deyir ki, konus və silindrin yan səthinin sahələri bərabər olarsa, S-yan nədir? Pi, 2 pi, r,
H-ımız necədir? 6,5. Bərabərdir. Konusun ki, pi r L-də 2,5-ni 6,5-ə vuranda eləyir 13. Hər iki tərəfdən 13 aparıram, pi'ləri də aparıram. R nəyə bərabər olur? R olur 5-ə. 5-dirsə, Pifaqor teoremi ilə h neçə alırıq? 12. Deməli, deyir konusun həcmi tapın. Konusun həcmi düsturu nədir? 3-1 pi r kvadratı vurulsun h. Bunu içəri aparırıq 4. Bu da eləyəcək 100 pi. 39 eynidir, baha 40-a. Deməli, kəsik konusdur. Kəsik konusumuzu çəkək. Deyək ki, böyük oturacağının sahəsi pi r kvadrat dairədə kiçik oturacağın sahəsindən 4 dəfə böyük olan. Kiçik oturacağın sahəsində pi balaca r kvadrat bərabər 4 dəfə. Pi-lər ixtisar edir. Bu kvadratdır. R böl r bərabərdir 2-yə. Çünki 4 2-nin kvadratıdır. Buradan anlar ki, r bərabərdir 2 balaca r-ə. Deyək ki, kəsik konusunun daxilinə kürə çəkilmişdir. Kürə çəkək. Aha. İndi burada belədir ki, bunun ox kəsiyi bilirik ki, trapesiyadır. Bir dəqiqə olur. Aha. Trapesiyanın daxilinə çevrə çəkmişik. Ümumiyyətlə, dördbucaqlının daxilinə o zaman çəkmək olur ki, o nə olsun? O, qarşı tərəflərinin cəmi bərabər olsun. İndi bizdə belədir ki, indi baxın, diqqət edirin, deyəcəm. Sadəcə bu çevirəni çəkək. Aha, burada deməli, bu şəkildə bunu burada aha, bu formada kimi bir çevrə çəkilib. Biz də bilirik ki, dördbucaqlının bura baxın r idi, yəni 2r'dir yuxarıda. Aşağıda olacaq 2 böyük r. 2 böyük r-dirsə neçə dənə balaca r-dir? 4 dənə, çünki 2 mislidir. İndi qarşı tərəflərin cəmi neçə edir? 6r. Bu da bərabər yanlı olur da, bərabər yanlı trapesiya olur kəsik konusun yan tərəfləri. Ox kəsiyi bərabər yanlı trapesiya olur. Doğuranlarda axı bunlar. İndi 6r oldu, olacaq 3r, 3r. Deyir, konusun doğuranı ilə böyük oturacaq arasındakı bucağı bizdən buranı istəyir. Buradan belə çəkərik, hündürlük. İndi, bura balaca yerdir. Buradan da buradan böyük yerdir. Böyük yerdə 2 r deməkdir. 2 balaca yer deməkdir. Əgər bura r-dirsə, burada qalanda nə olacaq? R olacaq. İndi belə eləyə bilərik ki, kosinus alfa bərabərdir bitişik katet, yəni r bölünsün hipotenüs. Buradan alfa bərabər olur arc kosinus 3/1-ə. Çox güman ki, cavab da bu formada olacaq. 41-ci sual eyni qayda iləndir. Baxaq 42-ci suala. Yarımkürənin radiusu onunla eyni böyüklükdə olan və hündürlüyü 6 olan konusun eyni böyüklükdə deyəndə həcm olacaq. Yarımkürənin deməli, konus oturacağının radiusuna bərabərdir. Deməli, yarımkürənin deməli, həcmi olacaq 3/4 pi r kubu vurulsun 2/1. Çünki yarımkürədir. Deməli, konusun həcmi nədir? 3/1 pi r kvadratı h.
3'lər ixtisar gedər. Bu 2 ilə bu 4 ixtisar gedər. Onlar 2 pi. Pi'nin yerinə pi'ləri lap ataq. 2 vurulsun. Və yarımkürenin radiusu onunla eyni böyüklükdə olan və hündürlüyü 6 olan konusun oturacağın radiusuna bərabərdir. Radiuslar bərabərdir. İxtisar aparan burada bir dənə r qalır. Bərabərdir. Hündürlüyü nə qədərdir? 6-dır. R buradan alınır ki, üstü. Deməli, yarımkürənin tam səthinin sayısı. Yarımkürənin tam səthinin sayısı, ümumiyyətlə kürənin, sferanın tam səthinin sayısı 4pi r kvadrat. Bu yarıya bölünüb. Olub nə? 2pi r kvadrat. İndi 2pi r kvadrat olmayacaq. Niyə görə? Çünki, deməli, mən sizə yarımkürəni çəkeyim. Bir dəqiqə. Yarımkürə bu formadadır. Və yarımkürənin bura 2pi r kvadrat olduğu səthi. Bir də nəyi var? Üzü var. Pi r kvadrat. Dairənin sayısı. Olur nə? 3pi r kvadrat. Onda qoyacaq yerinə 3, pi'miz 3'dür, r kvadratımız da 9 eləyəcək. Olacaq 81. 43-cü sual eynidir. Baxaq 44-cü suala. İçərisində müəyyən qədər su olan silindr formalı qabın içərisində radiusu 4 olan 3 eyni metal kürəci tam batırıldıqda suyun səviyyəsi əvvəlki ilə müqayisədə 2 yüksəldi. Bu bayaqki ilə eynidir. 3 dənə metal kürədir və 3'də 4 pi r kubudur. 3'lər ixtisar gedir, 4 pi r kubu. Radiusu 4 olan. Yəni, bura neçə olacaq? 64. Və 2 yüksəldi. Bu, silindr həcm düsturu nədir? Pi r kvadratı h. H-ımızda 2 götürürük. Pi'ləri ixtisar aparırıq. R kvadrat bərabərdir. Bunu ona ixtisar edəcək 2. Bura olacaq 128 və yaxud da 64 vurulsun 2 yazaq. R də bərabər olur 8 kökdə 2-yə. Yəni ki, bu ümumiyyətlə yadımızda qalsın da bu proses ki, yəni beləncə olur bu məsələlər. Olur 8 kökdə 2. 45 eynidir. 46-ya baxaq. Silindr və konus oturacaqlarının radiusu, deməli, silindrin və konusun oturacaqlarının radiusları 3/2. Hündürlükləri 2/9 nisbətində olursa, silindrin həcminin konusun həcminin olan nisbətini tapın. Silindrin həcm düsturu pi r kvadratı h-dır. Konusun ki 3'də 1 pi r kvadratı h. Deməli, indi pi'ləri kənara turlası, onda böləndə, yəni ki, ixtisar gedəcək. R'imiz neçədir? R'imiz 3'dür silindirdə, yəni 3k kimi götürəcəyiz. Elə 3 olaraq götürün. 9 olacaq kvadratı. H-ımız neçədir? H-ımız burada 2'dir. Bu birisinə baxaq. 3'də 1. R'imiz neçədir? 2'dir. Baxın 2. Olacaq 4. H-ımızdakı 9. İxtisarı aparaq. Bu olacaq 3. Bu ilə də 12. Bu da ilə də 18. Bizə deyir ki, nisbətini tapın. 18/12. 6'ya ixtisar aparaq. Burada 2, burada 3. Olacaq 3'ün 2'yə və yaxud da 1/5. Çox güman ki, nisbət istəyir bizdə. 3/2. Sonra 47-ci suala eynidir. Baxaq 48-ci suala. Deyir, radiusu 3 desimetr olan yarım kürə şəklində qabı su ilə tam doldurub silindr formalı digər bir qaba tökdükdə silindirdə olan suyun səviyyəsi 2 yüksələrsə silindrin oturacağının radiusunu tapın. Silindrin bu həcmi elə bunun tökdüyü suyun həcmi olacaq. Deməli, yarım kürənin həcmi dedik ki, 3'də 4 pi r kubu, yəni 3'ün kubu vurulsun. Bayaqlarda yarısı deyil, 2'də 1. Deməli, qabı su ilə tam doldurub silindr formalı digər bir qaba tökdükdə silindrin suyunun səviyyəsi 2 qalxdı. Silindrin də həcm düsturu pi r kvadratı h-ımız neçədir? 2 götürəcək. Pi'ləri aparırıq. 3'ləri aparırıq. Burada 3'ün kvadratı qalır. 4-lə 2'ni aparırıq. Olur 2 vurulsun 3'ün kvadratı, yəni 9 bərabər r kvadratı vurulsun 2. 2'ləri aparırıq. R bərabər olur 3'ə. Bizdən də nə istəyirdi? Silindrin oturacağın radiusu olacaq 3.
49 eynidir. 50-yə baxaq. Deyir, həzmi V olan kürə daxilində çəkilmiş bərabər tərəfli silindrin həcmini tapın. Aha, bir dənə kürə çəkək və daxilinə silindir. Bir dəqiqə. Deməli. Bu formadadır. Və bərabər tərəfli silindirdir. Bərabər tərəfli silindir nə deməkdir? Ox kəsik kvadrat olan. İndi buraya yazaq 2R. Çünki oturacağı diametr olur da RR. Burada olacaq 2R. Biz də bilirik ki, bunun diaqonalı kürənin diametri olacaq. Bura 2R, bura 2R. Bura nə olur onda? 2 kökdə 2R. Çünki 45 olanda bərabər yanlı düzbucaqlı üçbucaqda x x kökdə 2 olur. Deməli, D bərabərdir 2 kökdə 2R. Bu da 2 böyük R'dir, kürənin radiusu. R də bərabər olur kökdə 2 balaca R. Həcmi deməli V olan kürə. Kürə həcminin üstü nədir? 3/4 pi R kubudur. Bərabərdir V. İndi pi R kubu yerinə qoysu bunu. Bunun kubu nə edəcək? Kökdə 8 R kubu. Bərabərdir. Bu tərsinə çevrilib V-ni böləcək elə ki 3/4. O da tərsinə çevrilib vurulacaq. Olacaq 4/3 V. Bunu hələ ki belə saxlayırıq. Silindrin həcm düsturu nədir? V silindir. Pi R kvadratı. Haşımız da ki 2R'dir. Balaca R yazaq bunu. 2R. Olacaq nə? 2 pi R kubu. Deməli, pi R kubunu tapsıq. Buradan pi R. Lap bunu belə eləyək də. Bu 2 kökdə 2 4. 2 pi R kubunu saxlayaram. Baxın, 2-ni, pi-ni, R kubunu saxlayaram. Kökdə 2-ni o tərəfə keçsəm. 3V bölünsün 4 kökdə 2. Olacaq 3V bölünsün 4 kökdə 2. Məxrəcən ilə sağlıqdan azadım. 3 kökdə 2V bölünsün 8 olacaq. Bu da olacaq 50-ci sualın cavabı. Baxaq 51-ə. Sonuncu sualdır. Deyir ki, radiusu 13 olan sferanın daxilinə sfera çəkək. Radiusu 13 olan sferanın daxilinə oturacaq çevrəsinin radiusu 5 olan silindir çəkilərsə. Deməli. Deməli, radiusu 13-dürsə, bayaqları dedik ki, bu nədir? Silindirin ox kəsiyinin diaqonalı. Onun diametri olacaq. 13-dürsə, diametri neçədir? 26. Deməli, bura 26-dır. Deməli, oturacaq çevrəsinin radiusu 5-dirsə, bura onun 2 misli olur da, diametridir. 10. Pifaqor teoremi ilə buranı, yəni h-ı alarıq ki, bu eləyir 676 çıx 100. O da eləyir 576, yəni 24-ün kvadratı. Bu silindrin həcmi. Silindrin həcmi üstü nədir? V bərabərdir pi R kvadratı vurulsun h. Bu da olacaq 24 vurulsun 25 pi. Bu da olacaq 600 pi. Bu da sonuncu sualımızın izahı idi.